Deməli, 64-cü sualdan başlayırıq davam etməyə. 64-cü sualda burada red bike var. Məlum olan bir qırmızı velosipeddən söhbət gedir. Deyir ki, mən aldığım velosiped, qırmızı velosiped qırılıb artıq. Və məlum olduğuna görə Z red bike işlənir. Birincidə olacaq Z red bike. Birincidə olacaq Z. I want to buy a new one. Yeni birisini almaq istəyirəm. İkincidə də isə olacaq E. Deməli, burada birincidə red bike deyə bilmərik. Çünki artıq bizdən məlum olmayacaq onda red bike desək. Necə onu bilirik? İkincidə baxırıq I bought is broken. Yəni mənim aldığım artıq məlumdan söhbət gedirsə, biz artıq qeyri-müəyyən artiklını vermirik. Ona görə A variantı, D variantı çıxır və ikincidə artıq bizə yeni bir artikl lazımdır. Ona görə də ikincidə artikl olmayanları da çıxırıq. Və burada Z artiklı verib, amma a new one olmalıdır. Z new one yox, a new one. Ona görə olacaq Y variantı. 65-ci suala baxırıq. There is baxırıq, there is olan cümlədə bayaq dediyimiz kimi there is varsa özündən sonra E artiklı veririk. Birincidə olacaq E artiklı və ikincidə in the park. E, Z. Deməli, birincidə E park olur, bike olur, ikincidə isə in the park. E, Z. Cavabımız oldu D variantı. Sonra 66-cı suala baxırıq. The best Mexican restaurant. Ən yaxşı Meksika restoranlarından söhbət gedir. Deməli, the best sifətin deməli üstünlük dərəcəsidir. The best, ən yaxşı və in the country hər ikisində də olacaq Z. Cavabımız oldu Z, A variantı. – 67-ci suala baxırıq. 67-ci sualda he is a real American hero. O deyir, həqiqətən də bir Amerikan qəhrəmanıdır və həqiqətən də bir Amerikan qəhrəmanından danışırıqsa, bir insandan danışırıq. Və burada olacaq a real American hero. Və ikincidə isə deyirik ki, Amerikanlar onu sevir və yenə Amerikan insanlardan, xalqdan söhbət gedir. Amerikans olduğuna görə birincidə E olacaq, ikincidə Z. Deməli, insanlardan, xalqdan söhbət gedəndə Z artiklı işlənir. Cavabımız oldu B variantı. 68-ci suala baxırıq. Bu bir atalar sözüdür və the best mirror is old var burada. Deməli, old var burada. Saidlə başlayan isim olduğuna görə atalar sözündə də belə deyilir. Deyir, insanın ən yaxşı güzgüsü, onun köhnə dostudur. Belə tərcümə olunur. Deməli, the best, birincidə best olduğuna görə biz burada Z götürürük. İkincidə isə baxırıq old sözü var. Old sözü də saidlə başlayan sözdür və qarşısında ən artiklı işlədirik. Z, ən. Cavabımız oldu Y variantı. 69-cu suala baxırıq. 69-cu sualda the sun dedik ki, aydır, yer kürəsidir, günəşdir, Z işlənir. A small object və özündən sonra burada baxırıq small sözü var. Small sözü balaca deməkdir. Small object balaca bir əşyadan söhbət gedir və object sözündən əvvəl sifət gəlibsə qarşısında E artiklı olacaq. Əgər burada cəm idisə, cəm olanda artıq E artiklı vermirik, tək olanda veririk. Deməli, olacaq Z və E. Cavabımız oldu A variantı. 70-ci suala baxırıq. 70-ci sualda breakfast, deməli, ümumi bir səhər yeməyindən danışır. Günün ümumi bir səhər yeməyindən. Deyir ki, səhər yeməyi günün vacib yeməklərindən biridir. Biz burada müəyyən bir səhər yeməyindən danışmırıq, ümumən danışırıq, yəni bunu tərif mənasında deyirik. Və belə olan halda artıq burada birincidə breakfast sözün qarşısında artikl işlətmirik. İkincidə artikl olacaq. Çünki the most var, sifətin üstünlük dərəcəsi, important sözündən əvvəl most sözü gəlib və burada the most olacaq. Və üçüncüdə isə yenə günün of the day, of olduğuna görə ofdan da sonra Z artiklı olacaq. Of birləşməsindən sonra. Deməli, oldu boşluq Z. Cavabımız oldu B variantı. Sophia works for a group to... Deməli, işləyir, for a group, bir qrupda işləyir, Safiyə bir qrupda işləyir və bu əlillərə kömək məqsədi ilə artıq burada disabled və əlillərdən söhbət getdiyinə görə sifətləşmiş isimdir, yəni the disabled olacaq.
Buna biz ingilis dilində deyirik substantivləşmiş sifətlər. Deməli, birincidə olacaq for a group, ikincidə isə the disabled. Cavabımız oldu E, Z. Y variantı. 70-ci suala baxırıq. Jack is, deməli burada baxırıq. Honest sözü var. Düzgün tələffüz etmək lazımdır ki, yəni biz orada hansı artiklı vermək lazım olduğunu bilək. Belə bu formada yazılır, amma deyiləndə honest deyilir. Və honest deyildiyinə görə artıq biz saitlə başlayan səs eşitdik və olacaq burada an honest man. Birincidə oldu an, B variantını, Y variantını, D variantını çıxırıq. He always, ikincidə də dedik ki, düzgün danışanda tell the truth olur, amma yalan danışanda tell a lie olur. An, Z cavabımız oldu A variantı. Deməli, baxırıq 73-cü suala. 73-cü sualda deyir ki, you can see millions of stars. Və burada cəm olduğuna görə milyonlarla sayı bilinməyən ulduzlar var burada. Dəqiq sayı məlum deyil. Milyonlarla ulduz gördüyümüzə görə birincidə boşluq olacaq. Səmada görürük in the sky. At night sözündə artikel olmayacaq. Bu bir birləşmədir. At night. Və burada olacaq. Deməli, boşluq in the sky daha doğrusu. Burada Z yazmalıydım. Boşluq Z və burada olacaq boşluq. Boşluq Z, boşluq. Cavabımız oldu Y variantı. Baxın, deməli at night olur. At night artikel olmur. At night. Amma in the evening və burada artikel olur. Və bunu mütləq yadımızda saxlamaq lazımdır. At night artikel olmur. In the evening artikel olur. Gəldik 74-cü suala. Deməli, baxırıq. Oyunlarla dedik ki, artikel olmayacaq. Play volleyball artikel olmayacaq. Və building a sand castle, qum qalası tikməkdən söhbət gedir. Birincidə boşluq, ikincidə də sayıla bilən tək isim olduğuna görə E artikel olacaq. Boşluq E. Cavabımız oldu B variantı. 75-ci suala baxırıq. Worst idea. Səhv bir fikirdən söhbət gedir. Sifətin üstünlük dərəcəsidir. Worst varsa, deməli, bad sözünün üstünlük formasıdır. Deməli, burada olacaq birincidə Z, ikincidə isə a better way, ən yaxşı yoldan söhbət gedir. Müqayisə dərəcəsidir və burada olacaq E artiklı. Çünki burada way sözü var, isimdir. Cavabımız oldu Z, E, B variantı. 76-cı suala baxırıq. 76-cı sualda Kanadadır, USA-dir. Deməli, burada ölkə adları ilə dediyi artikel işlənmir. Ölkə adları ilə artikel işlənmir. Amma United sözü varsa, burada olacaq Z. Və burada da isim olduğuna görə on the border. Border sərhəd deməkdir. Deməli, Z, boşluq Z. Z, boşluq Z cavabımız oldu A variantı. Yenə həmçinin eyni qaydada baxırıq 77-ci suala. 77-ci sualda deməli birincidə border sözü. Yenə burada border sözü olduğuna görə Z artikel olacaq. Birincidə Z. İkincidə Kanada sözündə artikel işlənməyəcək. Ölkə şəhərlərinin artikel olmur. Və üçüncüdə isə dediyimiz kimi United sözü var. United Republicdir və bu sözlər varsa artikel olacaq. Cavabımız oldu. Burada da Z. Deməli oldu Z, boşluq Z. A variantı. 78-ci suala baxırıq. Deməli, our son is interested in music. Deyir ki, onun oğlu musiqi ilə maraqlanır, çox maraqlanır. In music. Deməli, burada olacaq heç nə. Birincidə boşluq olacaq. İkincisində isə play guitar. Musiqi alətləri ilə dedik ki, Z işlənəcək. Play the guitar. Cavabımız oldu Y variantı. Boşluq Z. 79-cu suala baxırıq. Yenə eyni qaydada dediyimiz kimi, əgər most sözündən sonra isim varsa boşluq olacaq, mostdan sonra heç nə olmayacaq. Amma most sözündən sonra sifət varsa, burada isə Z olacaq. Deməli, mostdan sonra isim olanda artikel olmur, mostdan sonra sifət olanda artikel olur. Cavabımız oldu boşluq Z. S variantı. Gəldik 80-ci suala. Deməli, 80-ci sualda hər ikisi təkdə olan isimdir. Sayıla bilən təkdə olan isim olduğuna görə gave him a notebook and a pencil. E. Cavabımız oldu. E, D variantı.
Sonra 81-ci suala baxırıq. Çin xalqından söhbət gedir. Chinese started to grow. Deməli, xalqdan söhbət getdiyinə görə tərcümə edəndə biz artıq bilirik ki, bu Çin xalqından söhbət gedir. Və birincidə olacaq Z. Xalqdan söhbət getdiyinə görə burada olacaq Z. Və ikincidə isə orange trees var burada. Cəmdə olan isim var. Əgər orange-dən sonra gələn isim təkdə olsaydı, orange tree olsaydı, biz burada ən verə bilərdik. Amma cəmdə olan isim olduğuna görə bizdə artıq burada boş qalır. Deməli, birincidə Z, Z olmayanları çıxırıq. Qaldı. Və ikincidə ən ola bilməz dediyimiz kimi, çünki cəm isimdir. Və ona görə cavabımız B variantı. Və sonuncu suala, 82-ci suala baxırıq və 82-ci sualdan sonra artıq yekunlaşdıracağıq. Deməli, 82-ci sualda deyir ki, su 100 dərəcədə, 0 dərəcədə donur. Yəni, bu normal bir haldır. Yəni, bildiyimiz bir qaydadır və suyun 0 dərəcədə donmağı artıq bir qaydadır. Yəni, biz bunu dəyişə bilmərik və ona görə hər bir tərəfdə artikl işlənməyəcək. Cavabımız oldu Y variantı. Bu günlük bu qədər. Nəsə sualınız olsa, videonun sonunda şərh bölməsində yazıb qeyd edərsiniz. Hələlik.